Pəhriz niyə işə yaramır? Əsas səbəb budur. Pəhriz saxlayırsan, amma nəticə yoxdur. Problem səndə deyil, pəhrizdədir. Səbəb nömrə 1. Çox sərt pəhriz. Ən böyük səhv çox sərt pəhrizlərdədir. Bədən bunu təhlükə kimi qəbul edir və yağları buraxmır. Səbəb 2. Qadağalar. Bunu yemək olmaz, onu olmaz. Nə qədər çox qadağa, bir o qədər çox stres və sonda pozulma. Səbəb 3. Qısa müddətli yanaşma. Pəhriz müvəqqətidir, amma bədən daimi vərdiş istəyir. Pəhriz bitir, çəki geri qayıdır. Nəticə, əsl dəyişiklik pəhrizlə yox, düzgün qidalanma ilə olur. Elə yemək lazımdır ki, bunu uzun müddət saxlaya biləsən. Bəs sən hansı pəhrizi sınamısan? Şərhlərdə yaz və videonu yadda saxla. Sonra lazım olar.